Belə bir suala baxaq. A çıxılsın 2 kök A bərabərli 1 olarsa, kökün altının 2A kvadratı çox 12A plus 11 ifadəsinin qiymətini hesablayın deyir. Verilən şərti sadələşdirək. A çıxılsın 2 kök A bərabərdir 1'dir. Burada 1'i sola keçirdək. 2 kök A'nı da sağa keçirdək. Sonra alınan bərabərliyin hər iki tərəfini kvadrata yüksəldək. Olacaq A kvadratı çıxılsın 2A üstəgəl 1 bərabərdir 4A'ya. Buradan da A kvadratı çıx 6A 4A'nı sola keçirsək. Üstəgəl 1 bərabərdir 0'a. Buradan da A kvadratı çıx 6A bərabərdir -1 yazaq. Və verilən ifadəyə bizdən qiyməti soruşulan ifadəyə keçək. Kökün altında kök altında 2'ni çıxarsam A kvadratı çıx 6A üstəgəl 11. O da bərabərdir kök altında 2 vurulsun. A kvadrat çıx 6A'nın yerinə -1 qoysaq, qiymətini gətirib burada yerinə qoyaq. -1 qoysaq, deməli olacaq onda üstəgəl 11. O da bərabərdir kökün altında -2 üstəgəl 11 olacaq kök altında 9, o da olacaq 3.